Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və bir ədəd soyuq silah hesab edilən 5 barmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə elədiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib. Burada yaxındayım. Biraz tez eləyəm, mən də tez qayıdım. Abi, gəldi, çıxdı, konum da gəldi, ünvan da. Gedirəm indi ora. Hər şey yaxşıdır. Bir dəqiqə şey deyil. Götürüb atıram maşına çıxıram. Faktla bağlı cinayət işi başlanılıb, Nağıyev barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırma aparılır. Salam Təşimov, Bugün TV.